Hamını salamlayırıq. Sabah bizi Padiyaya qarşı cavab oyunu gözləyir. Mərhələnin ilk oyununda 1-0 məğlub olmuşuq. Sabah mərhələnin ikinci oyununa çıxacaq. Doğma azarkeşlərimizi qarşısında oynayacaq. Əlimizdən gələn eləyəcək ki, inşallah qalib gələn mərhələni keçən tərəf biz olaq. Başa düşürük ki, rəqibin müəyyən üstünlüyü var. O ilk oyundan sonra cavab oyunda da biz də çalışacaq, əlimizdən gələcək inşallah. Ən yaxşı oyunlarımızdan birini keçirdib. Rəqib üzərində baxımlı oyun oynayaraq qələbə qazanaq və mərhələni keçən tərəf biz olaq inşallah. Primeiramente quero agradecer a presença de todos. Acredito que amanhã vai ser um jogo muito difícil, um jogo bem estudado. A gente sabe como que eles vieram defensivamente contra nós na última partida. A gente teve o controle do jogo, mas não conseguimos reverter em gols. Mas acho que a gente vem se preparando essas semanas aí, essa semana que se passou, para que a gente possa ter o controle do jogo, porque sabemos que a equipe deles é perigosa no contra-ataque, mas ter o controle do jogo e, diferente do jogo passado, a gente conseguir fazer com que esse controle se transforme em gol, para que a gente consiga a classificação e consiga fazer a felicidade para os nossos torcedores aqui na nossa casa. Herkes salamlayıram. Burada olmağınızdan dolayı herkese teşekkür edirəm. Bildiyiniz kimi ilk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, oyuna nəzarət edən tərəf biz idik, amma əfsuslar olsun ki, rəqib müdafiə nöqteyi nəzərindən çox yaxşı bir iş gördü. Amma biz də bu həftə bütün hazırlıqlarımızı məhz bu yöndə aparmışıq. Yenidən oyuna nəzarət edən tərəf olub, ilk oyundan fərqli olaraq yaratdığımız qol fürsətlərindən maksimum dərəcədə faydalanıb növbəti mərhələyə keçən tərəf olmaq istəyirik. Mən uğurlar arzu edirəm. Şablon sual verəcəm. Tarifedadan daha güclüydü, yoxsa daha hazırlıqlı idi? Yəni, biraz harasa çətinlik oldu, yəni istədiyiniz nəticəni ala bilmədiniz. Ümumən, bir çox suallara istədiyim kimi cavab verəməyəcəm. Çünki aydın məsələdir, cavab qarşılaşması öncəsi mətbuat konfransı və rəqib də təhlil edir, verdiyimiz hər açıqlamalar, hər fikirləri. Oyun üslubu olaraq bir-birinə oxşayan komandalardır. Oyundan öncə də bildirmişdim və biraz fərqli oyunlar alındı. Bəzi sualların cavablarını inşallah sabah mətbuat konfransından sonra açıqlayarıq. Ümumən belə oyun istədiyimiz kimi keçirdi. 90 dəqiqəni də təhlil etdikdə də komandanın ümumi çıxışından razı qaldım. Ruanda qeyd elədiyi kimi oyuna nəzarət edən tərəf biz idik. Amma qarşımızda təcrübəli, nəticəyə oynaya bilən bir komanda var idi. Bunu oyun zamanı da üzərimizdə hiss edirik, xüsusilə ikinci hissədə və təhlildə də ona açıq-aşkar görürsən ki, rəqib bir çox şeyləri planlı şəkildə edirdi və bizi də yaxşı təhlil eləmişdi. Nəticə qazanmaqdan ötürü də uğurlu bir oyun planı cızmışdılar. Bundan ötürü biz birinci hissədə fərqlənməli idik, amma təəssüflər olsun ki, çox sayılı hücumlarımızı qola çevirə bilmədik və ikinci hissədə müəyyən dəqiqələrdə oyun bərabərləşirdi, müəyyən dəqiqələrdə rəqib üstünlüyü ələ alırdı, müəyyən dəqiqələrdə biz üstünlüyü ələ alırdıq, amma son 10 dəqiqə heç istəmədiyimiz bir şəkildə keçdi və məhz o dəqiqələrdə çox sayılı kornerlər, standart vəziyyətlər və out atışından sonra buraxdığımız qol bizi olduqca məyus elədi. Amma Avrokuboklarda həmişə futbolçularıma deyirəm, mən yetərincə təcrübəm var, 110 oyuna yaxın Avrokubok oyun oynamışam. Burada elə-belə oyun olmur, burada elə-belə rəqib olmur. Burada oyunlar zamanı ola bilərsən, hansısa oyun sənin üçün istədiyin kimi gedər, rahat gedər, amma hər an rəqib burada nəticəni dəyişə bilər və bəzən də görürsən ki, yaxşı oynamaq kifayət eləmir. O yüzden sabahları inşallah biz həm yaxşı oynayıb, həm də ki, yaxşı nəticə qazanmaq istəyirik. Təbii olaraq başa düşürük, qarşımızdakı rəqib də, yenə vurğulayıram, təcrübəli rəqibdir. Heyətində də təcrübəli futbolçuların sayı çoxdur, yaxşı məşqçiləri var, təcrübəli
məşqçidir, futbolçuluq dövründə də yaxşı çempionatlarda çıxış eləyib. Bir sözlə sabahları əlimizdən gələn edəcək ki, inşallah məhz bizim oyun planımız işləsin, məhz meydanda bizim oyunumuz alınsın, nəinki rəqibin. Offside Polisas, Murad Şirinov, sabahki oyunda uğurlar arzulayıram. Turu keçəcəyiniz təqdirdə hansı rəqiblə qarşılaşmaq istəyirsiniz? Qəti o barədə düşünmürük. Hətta biz Torpedo Kutaisi üzərində 3-0 qələbə qazandıqda belə ikinci oyun öncəsi mən o digər tərəfdəki rəqiblərin oyununa heç icmalına baxmamışdım. Əvvəlcədə indi ilk oyundan sonra 1-0 uduzmuşuq və bizim hal-hazırda növbəti mərhələ haqqında düşünməyə nə vaxtımız var, nə də haqqımız var. Hal-hazırda bizi düşündürən bir amil var ki, sabahki oyunda uğurlu oynayıb nəticəni xeyrimizə çevirə bilər inşallah. Rəşad müəllim, sabahki oyunda uğurlar. Çox sağ ol. Birinci oyunda kifayət qədər şanslarınız oldu, amma yararlana bilmədiniz. İkinci oyunda öz oyun üslubunuza sadiq qalacaqsınız. Yəni çünki rəqib bu rəqiblə biraz sanki oyununuz alınmadı. Yoxsa fərqli üslubu yoxlayacaqsınız? Düşünürəm ki, aşağı-yuxarı eyni ssenari olacaq və ola bilsin ki, rəqib ikinci hissədəki oyundan sonra daha da ürəkli oynasın bizə qarşı, onu gözləyirik. Çünki ikinci hissədə, birinci hissədə böyük üstünlüklə oynayırdıq. Amma ikinci hissədə yenə vurğulayıram, dəqiqələrlə oyun bərabərləşirdi, dəqiqələrlə bizdə və yaxud onlarda olurdu üstünlük. Rəqibin sabah planı nə olacaq, necə davranacaqlar biz bilmirik, amma bizim öz istəklərimiz var və çalışacağıq ki, ilk dəqiqələrdən meydanda öz oyunumuzu oynayaq. Yenə də sola dolğun istədiyim kimi cavab verəmirəm sizə. Rəşad müəllim, ötən mövsüm çox yaxşı performans göstərən həm Avrokublarında, daxili çempionatda bir İsa Cibrilov var idi. Amma bu mövsüm necə sönük görsənir. Bir zədəsi mi var, ondan sonra adaptasiya olub, qayda bilmirmi? Yoxsa problem nədir? Yəni, ötən mövsüm çox yaxşı bir performansı var. Bu mövsüm İsa'dan həmin performansı görə bilir. Ümumən, bizdə görürsünüz ki, məsələlər daha yaxşı təhlil olunmur, dərinə təhlil olunmur. Bəzən biz də məşqçilər olaraq bunun əziyyətini çəkirik. Məsəl üçün, mənə sual veriləndə ki, final oyundan sonra 55-ci dəqiqədə İsa niyə dəyişildi, mən məyus oluram ki, yəni, yəqin ki, kim mənim yerimdə olsa dəyişməz İsanı. Yəqin ki, nəsə bir problem var. Bir var sual olaraq verilir, bir var qınaq olaraq yönəlinir ki, İsanı dəyişdi, hücuma meyilli oyunçudur, müdafiəyə çəkildi. İsa keçən 6 dəfə zədələnib. Məsələn, biz deyirik ki, keçən il İsa uğurlu sezon keçirdib, amma tam əksinə İsa 6 dəfə zədələnib. 4 ay bir buraxıb, 1 ay bir buraxıb, sonra 3 həftə bir buraxıb, final öncəsi 2 həftə bir buraxıb və finalda son olaraq zədələndi. Finalda son olaraq zədələndi və 1 ay hardasa bərpa dövrü keçdi. Özünüz də görürsünüz ki, biz onu oyunlarda yavaş-yavaş oynadırdıq, hazırlayırdıq Torpedo Kutaisi'nin oyunlarda və artıq payda ilə səfərdə biz onu ilk dəqiqələrdən oynatdıq. Amma mən bilirdim oyuna %100 hazır deyil. Sadəcə olaraq inşallah düşünürdüm ki, bu oyunda çox ehtiyacımız olacaq ona cavab oyununda və ən azı bu cavab oyunu öncəsi də əksəriyyətdə başlamış olsun. İnşallah ümid edirəm ki, sabah İsa yaxşı oyunlardan birini keçirdəcək. İndi ilk dəqiqələrdən başlayacaq, yoxsa sonradan oyuna daxil olacaq, onu ən son olaraq sabah qərar verəcəyik. Amma ümid edirəm ki, bir İsa yox və digər futbolçularımıza sabah bu sezonun ən yaxşı oyunlarından birini keçirdəcəklər inşallah. Rəşad bəy, yeni transferlər elədiniz, gənc futbolcular. Sonuncu Smith idi, Yamaykalı. Belezilər yeni Sumanın axtarışındadır. Ona görə eləyir bu futbolcu transferlərini. Yoxsa çünki Suma gəldi, onu oynatdınız, yaxşı performansa gətirdiniz, yaxşı qiymətə satdınız, yaxşı kluba. Yəni bu gedişatı yəqin ki, davam etdirmək üçün bu cür gənc futbolçuları gətirirsiniz. Ya, uğurlu olduqca, potensialına, perspektivinə inandıqca futbolçuların biz dəvət eləyəcəyik gənc oyunçuları komandamıza. Bilirsiniz, keçən il Abdüləzizi dəvət eləmişdik və çox yaxşı oyunlar keçirmişdi Hayduka qarşı. Təəssüflər olsun, sonra uzun müddətli sıradan çıxdı, zədələndi. İndi yavaş-yavaş bərpa olur, yoldaşlıq görüşlərində iştirak edir. Bəlkə Allah nəsib eləsə gələcək oyunlarda da iştirak eləyər. Mərhələni keçsə inşallah. Smithlə, Chrislə bağlı isə onların da
gənclər, onların da gələcəyinə, perspektivinə, potensialına inanıram. Bəlkə də birində Salifunu, digərində Cibril İsanı axtarırıq, gözümüz axtarır və oxşar keyfiyyətlər də var. İnşallah ümid edirəm ki, gələcəkdə onlar da İsa kimi, Salifu kimi parlaya biləcəklər bizim heyətdə. İkisinin də ilk peşəkar komandası bizi və biz də əlimizdən gələcək ki, inşallah onlar öz potensiallarını aça bilsinlər. Bir də lap son olaraq sual verim. Yəni heyət olaraq transferi artıq yeni mövsüm üçün bitdi, yoxsa gələ biləcək? Yəni, yeni mövsüm üçün hələ 4-5 legioner planlaşdırırıq, dəvət eləmək. Sadəcə olaraq tələsmirik. Tələsmirik ki, biz Avrokuboka görə çempionatı qurban vermək istəmirik. Burada fürsət düşdükcə inandığımız, güvəndiyimiz, %100 əmin olduğumuz futbolçuları komandamıza cəlb eləmişik. Digər də danışıqlar gedən futbolçular var, baxdığımız, izlədiyimiz mövqelər var. O yüzden də yəqin ki, qarşı bu bir ay içində netləşəcək hər şey. Fürsətdən istifadə edib Sabah komandasını təbrik eləmək istəyirəm. Avrokubokda ilk dəfə qruplarda çıxış edəcəklər. Digər tərəfdən Neftçi, Qarabağ, Zirə komandalarına Sabahda uğurlar arzulayıram. Hər üçümüzü olduqca vacib və gərgin oyun gözləyir. Çox istərdim ki, bir Azərbaycan futbol sevəri olaraq, Azərbaycan futbol mütəxəssisi olaraq inşallah hər 4 komandamız play-offda olsun və yaxud ən azı qruplarda olsun və yaxud ən azı inşallah 2-3 komandamız qrupa düşüb, digərləri play-offa qədər getsin. Bu Azərbaycan futbolu üçün çox böyük təkan olar. Sabah da uğurlar arzulayırıq. Konfransı garantiləyib, inşallah Allah nəsib eləyər Çempionlar Liqasının qrupuna düşərlər və yaxud əmsalda Avroliqanın qrupuna. Bir daha bütün Azərbaycan klublarına uğurlar arzulayırıq.